2010-cu ildə Tanrıların Savaşı filmi çox bəyənildikdən sonra 2011-ci ildə bunun davamını çəkirlər. Bu filmdə artıq bu savaşın üstündən 10 il keçmiş olur. Persusun artıq bir oğlu var, ata olubdur və bu qədər illər ərzində təbii fəlakətlər, ölümlər, müharibələr olsa da əsla tanrılara dua eləmirlər. Persus da eləmir. Persus yarı tanrı dediyim kimi, yarı tanrı olsa da tanrıya dua eləmir, ondan kömək istəmir. Amma demək bu filmdə ortalığı qarışdıran Ares olur. Ares Yunan mifologiyasında eyni ilə Persus kimi Zeusun oğludur. Bir də Ares'in anası da tanrıdır, Hera'dır. Çünki Hera da Yunan mifologiyalarında ən güclü tanrılardan biridir. Zeus'la Hera'nın evladıdır və Yunan mifologiyasında savaş tanrısı olaraq keçir. Demək, Ares'i biz Troya savaşında qarşımıza çıxır. Dediyim kimi, kör şair Homer'in İlyada əsərində o öncə Troyalılar tərəfindən savaşır, daha sonra isə Yunanlıların tərəfinə keçir. Yəni orada da bir savaş mövzusu olduğu üçün Ares sadəcə qandan bəslənir, şiddətdən bəslənir. Deməli, Ares'i psixoanalitik tərəfdən analiz eləmək üçün Carl Jung'a baxmalıyıq. Carl Jung hamımızın bildiyi kimi Freud'in tələbəsi olur. Daha sonra onların arasında anlaşmazlıq olur. Çünki deməli, Freud bilirik ki, hər mövzuya, deməli o cinsəlliyə bağlanır. Məsələn, adi yuxuda bir ilan görsən, Freud deyir ki, o penisin simvoludur, metaforudur və hər şeyi cinsəlliklə analiz eləyirdi. Carl Jung isə bir müddət sonra deyir ki, yəni stopla, bir kollektiv şuur da var ki, biz kollektiv şuuru inkar eləyə bilmirik. Tək toplumların, belə deyim, vampir ədəbiyyatında, qorxu ədəbiyyatında da var idi. Toplumların təkamül prosesində keçdiyi qorxular da var. Bunları, hər şeyi fərdi olaraq bir insanın cinsəlliyinə bağlaya bilməzsən. Nəyə görə bunu deyirəm? Carl Jung Ares'i id olaraq analiz eləyirdi. İd, psixoanalizmdə Freud'da bilirik ki, id, ego və super ego var. İd sadəcə istəyən, sadəcə istəyən, yəni məntiq yoxdur, düşüncə, analiz, emosiyon, heç bir şey yoxdur. Ego var. Ego tənzim, əslində super ego təmsilir. Yəni əslində bizim ego deməyimiz çox yanlışdır. Çünki super ego ilə idin arasında olan savaşı biri istəyir, biri deyir ki, stopla, məsələn, bunda bir məntiq yoxdur və yaxud da ki, bir zərərsizdir. Yəni arasında mübarizə gedəndə o id və egonun savaşını super ego nəticə olaraq qərarı verən super ego olur, ego olmur. Yəni Jung deyirdi ki, Ares o psixoanalizdəki iddir. Yəni savaşdan bəslənən insanın vəhşi xislati, yəni heç bir şeyi düşünməyən. Çünki Ares heç bir belə deyim, özəlliyi olmur. Bir də bu şeyi də deyim, bu filmdə keçməmişdi. Ares bir də Afrodit var, gözəllik tanrıçası. Onunla sevgilisi olur. Yenə də deyirəm, bu filmdə Afroditi görmürük və demək, Ares Zeusa qəzəblidir. Bunun iki səbəbi var savaşı başlatmasını. Birincisi, Ares düşünür ki, atası Persusu daha çox sevir, onu sevmir. Hansı ki, onun anası da Hera'dır, yəni bir tanrıdır. Persus isə anası bir insandır və bunu qəbullanmır, sevilməməyə belə deyim, qəbullanmır. Bir də Zeus artıq insanlara müdaxilə eləmir. İnsanları müdaxilə eləmədikcə də insanlar ondan qorxmamağa başlayırlar, belə deyim, dua eləmirlər. Məsələn, dua eləmirsənsə tanrı yoxdur. Tanrını var eləyən ona yalvarmaqların, möhtac olmağın, dua eləməyin kimi göstərilir ki, bu belədir. Və Zeusun insanlara müdaxilə eləməməsini də Zeusun zəifliyi olaraq görür. Burada yenidən, bilmirəm, o birisi filmdə demişəm ya yox, atalıq kompleksi var Freud'dən gəlmə. Çünki mifologiyalarda Edip kompleksində də bu var idi. Atalıq kompleksi nədir? Atanın, məsələn, Titan da tanrıları yeyirdi ilk başda. Çünki o, dediyim kimi, qədərçilik mövzusunu düşünürdü ki, tanrılar onun yerinə keçəcək. Bu rəsmlərdə də, təsvirlərdə də var, mifoloji təsvirlərdə. Və ona görə
qədərçilikdən, yəni o yazıqıdan qaçmaq üçün oğullarını yeyirdi. Bunun modern cəmiyyətdə necə görə bilərik? Özəlliklə Sovetin atalarına, yəni Sovetin kişilərinə görə bilərik. Məsələn, atalar övladlarına öz gücünü göstərmək üçün və yaxud da ki, öz uşaqlarının sözü keçsin deyə uşaqlarına təzyiq edirlər, şiddət edirlər, qorxu yaratmağa çalışırlar, belə deyim. Modern cəmiyyətdə də bunu belə oxumaq, eləmək olar. Çünki tanrılar, insanlar ümumiyyətlə uşaq vaxtı bizim hamımız tanrı anlayışını atada görürdük. Yəni ilk tanrımız atamız olur. Çünki biz düşünürük ki, hər şeyə gücü çatan bir obraz atamızdır. Bizim atamızın hər şeyə qüdrəti çatır, çox güclü obrazdır. Amma böyüdükdən sonra atamızın zəifliklərini görürük və bir də onun yerinə keçmək istəyir oğullar. Və burada da eyni ilə Ares artıq atasını gücsüz hesab edir və onun yerinə keçmək istəyir. Ona müharibə elan edir. Atalıq kompleksində belə bir şey var ki, şuuraltı olaraq təbii ki, ata düşünür ki, onun övladı həm yaş aldıqca, yəni uşaq böyüdükcə artıq ata onun gözündə o qədər qüdrətli deyil, sözü hakimiyyətini itirir, qəzəb yaranır. Yəni hakimiyyətini itirdikcə də oğlu üstündə, övladı üstündə hakimiyyət qurur və bir də yəni dediyim kimi bu qaçınılmaz olur. Çünki oğlun böyüdükdən sonra sən zəifləyirsən, o daha gənc olduğu üçün daha güclü olur. Yəni bu bütün generasiyalarda belədir. Bütün ata-övlad münasibətlərində, valideyn-övlad münasibətlərində bu belədir ki, normalı budur yəni. Və Ares'i dediyim kimi savaş tanrısı olaraq burada görürük və çox qorxunc bir obrazdır. Heç cür ona qalib gəlmək olmur. Perseus çünki onunla savaşır. Ares'lə ittifaq eləyən Hades'dir. Hades'in də bilirik ki, Zeus'la bir dərdi var idi. Titanlara üçü birlikdə qalib gəlmişlər. Poseidon ki, burada da yəni çox passivdir. Poseidon çox güclü bir tanrıdır. Bu filmdə, iki filmdə də çox pasiv gördüm. Və Hades və Zeus üçü titanlarla savaşırdı və Zeus fırıldaq edir. Bu arada Zeus ən güclü tanrı dediyim Yunan tanrısı hər şeyin cildinə girir, qadınlara təcavüz edir, nə bilim, çox fırıldaqçı, manipulativ bir tipdir. Və burada da Hades'i manipulyasiya eləyir, onu yeraltı dünyaya göndərir. Hades isə aldadıldığını deyir, yəni. Ona görə onsuz olduğu yerdən məmnun deyil, belə deyim. Ona görə o Ares'lə birləşirlər, ittifaq qururlar ki, Kronosu azad buraxsınlar. Kronos nədir? Kronos tanrıların qəzəbidir. Hansı ki, tanrılar Zeus, Poseidon və Hades tanrılarla mübarizə aparma, onları Kronosa bağlayanda, kilitləyəndə tanrıların qəzəbini Kronosla bağlamışlar. Amma artıq tanrılara inam azalıb, tanrı inancı zəifləyir. Bundan da Kronos güclənməyə başlayır. Kronos nədir? Qorxu. Yəni deyir ki, tanrıya inanc artıq insanlar inanmırlarsa, fəlakətlər gətirmək lazımdır. İnsanları qorxutmaq lazımdır ki, dinə qayıtsınlar. Bunu biz məsələn peyğəmbərlərin həyatını oxuyanda da görə bilərik ki, Tanrı bir peyğəmbəri göndərir, sonra biraz insanlar yoluna gəlir, sonra bir müddət sonra bir boşluq olur, insanlar yenidən azır, yenə bir onları cəzalandırmaq üçün fəlakət göndərir tanrılar. Onların başlarına müxtəlif, nə bilim, təbii fəlakətlər göndərirlər, basqınlar, sellər, ölümlər, yəni qorxu. Bu da burada belə bəhs edir ki, Tanrı onlar, çünki Hades də bu düşüncədə idi ki, insanları qorxuyla hakimiyyət qurmaq olar üstlərində. Yəni insanlar sevdiyi üçün sənə dua eləməz. Qorxudan başlarına fəlakət gətirir ki, onlar qorxsunlar, o anda sənə savaşlarda və yaxud da ki, pis sosial bilirik ki, rifahın aşağı olduğu ölkələrdə Tanrı inancı daha güclüdür. Yəni insanlar aciz olduqda, dövlət işləmədikdə, dövlətin yerinə, yəni dövlət işləmirsə, deməli Allah var. Başlayırlar tanrılara dua eləməyə. Yəni dua elədikcə Tanrı güclənir. Dua eləmirsənsə sıradan çıxır. Yəni belə bu oxumalar eləyə bilirik. Hades daha sonra anlayır ki, Kronosu sərbəst buraxdıqdan sonra anlayır ki, əslində Zeusu öldürsələr, Kronos daha doğrusu insanlığı yox edəndən sonra Hades özü də bir tanrıdır. Yəni onu da öldürəcək. Ondan sonra artıq fikrin dəyişir. Bu arada Ares və Hades Zeusu işgəncə eləyirlər, yəni əsir alıblar.
Və deməli bu səhnədə Zeusu artıq ağsaqqallı dediyə dönüb belə mağdur moduna düşübdür. Görürük ki, bu zəiflikdə qocalmış halda bu arada görürük. Hadesdən üzrxahlıq eləyir. Deyir ki, sənə qarşı səhv eləmişəm. Yəni nə oldu? Bu qədər vaxt səhvini anlamırdın. Bu yerdə anlamış olursan. Yəni ümumiyyətlə Zeus çox manipulativ bir tanrıdır. Və daha sonra onlar qərara gəlirlər ki, Hades də yəni Zeusun tərəfinə keçir ki, Kronosu yəni səhv eləyiblər azad buraxmaqda, ona qarşı mübarizə aparsınlar. Və Pegasusu yenidən görürük. Qanatları olan at yenidən Perseus onunla savaşır. Və filmin sonunda hansı ki kraliça da, ordu da Kronosla, tanrıların gücü ilə, qəzəbi ilə daha doğrusu savaşırlar, amma məğlub olurlar. Zeus belə ölür hətta. Zeus öləndən sonra bir səhnədə görürük ki, hansı ki tanrılar ölməz deyilir, amma tanrıların qəzəbi Zeusu öldürür və Hades, yəni o pis şeytani tanrı sonda bəlkə də özü də yəni tanrıların qəzəbi onu öldürəcək deyəmi və yaxud da ki bağışlayır deyəmi belə minnoş bir obraza dönür. Zeusu yenidən güc verərək Zeusu yenidən dirildir. Hətta 10.000 il gəncləşdirmiş olur Zeusu. Daha gümrah bir formada oyanır Zeus. Və sonda bu tanrıların qəzəbi ilə yenidən birinci hissədə olduğu kimi titanlarla tanrıların savaşında olduğu kimi o titanların qarşısına yenidən tanrılar Hades və Zeus çıxır və gedib savaşırlar. Bir də Poseidon. Poseidon dediyim kimi, yəni ki filmdə də ən sevmədiyim bir Poseidonun passivliyi idi, bir də ki Meduzanın təsviri idi. Yenidən yəni bu tanrılar ikisi mübarizə aparırlar və tanrıların qəzəbini yenidən yox eləyirlər. Yəni bu filmdə Aresin təsviri, Aresin oxunması Yunan mifologiyasında olan bir obrazdır. Olması xüsusi mənə maraqlı gəlmişdi. Belə başqa obraz fikirləşirəm, yəni başqa obraz yox idi. Bir də Hadesi çox aktiv gördük. İntiqam artıq onun o intiqamı Zeus'la üzləşdilər, bir ortaq məxrəcə gəldilər. Zeus ondan üzr istədi. O Zeusu bağışladı və yenidən həyat verdi. Bu hissəsini gördük. Yəni bu filmdə düşünürəm ki, izləməyə dəyər. Bir də titanlarla tanrıların savaşı var. İlk, çünki birinci Xaos var idi heç olmayanda və Xaosda Kronos yarandı, titanlar yarandı, daha sonra onlar tanrılar yaratdılar. Yəni tanrılar titanların övladları olmuş olur. İlk başda belə bu qədərçilik hekayəsi var, qədərçilik mifologiyası var və tanrılar da titanı öldürürlər. Eləcə də tanrıların da oğulları onlara savaş açır. Birinci Odyssey filmi də analiz eləyəcəm. Yenə də deyirəm, Yunan mifologiyalarla və psixoanaliz analizlərlə bu mifologiyaları bərabər oxuyanda bu film mənə çox daha əyləncəli və maraqlı gəlir.